Mübarək Şəban ayındayıq və bildiyiniz kimi Şəban ayı Peyğəmbər ayıdır. Şəcərətun nubuvvə biz dualarda oxuyuruq. Allahümmə səlli əla Muhammedin və ali Muhammed. Şəcərətun nubuvvə və mavzi'ir risalə və muxtələfəl məlaikə və ma'adinil ilm. Şəcərə yəni ağac. Ağacın meyvəsi var, ağacın gövdəsi var. Bunun əksində dayanır şəcərətil məlunə. Quran buyurur ki, ta İsra surəsində bir şəcərə var, zürriyə var. Bunlara Allah deyir, lənət olunmuş ümmətdir. Təfsir yazır, bunlar Bəni Üməyyədir. Əksində dayanır Bəni Haşim, yəni Peyğəmbər və onun nəsli, onun kökü, onun soyu, onun ailəsi, Əhl-i Beyt. Allah istəyir biz Şəban ayında Əhl-i Beytlə, Peyğəmbərlə əlaqələrimizi daha geniş eləyək. Ona görə deyir Peyğəmbər, Şəban ayı mənim ayımdır. Hədislərə baxın, Peyğəmbərdəndir. Buyurur, Şəban şəhəri. Niyə görə? Peyğəmbər buyurur ki, Şəban ayında mənlə, mənim ailəmlə əlaqələrimizi genişləndirin. Allah istəyir biz bu ay hazırlaşaq. Bizi qarşıda ziyafətullah gözləyir. Allahın ziyafət ayı. Ramazan ayına gedirik. O aya az qalıb. Necə daxil olacaq o aya? Hələ fikirlərimiz, zikirlərimiz qarışıqdır. Hələ dünya qəlbimizi tam hakim eləyib bu cür. Allah deyir, yox. Çalış bu ayda Peyğəmbər və ali Peyğəmbərə təvəssül elə, Əhl-i Beyti yad elə, Ramazan ayına pak daxil ol. Orucdan ləzzət apara biləsən. O qədr gecələrində ki, Quran qoyacağıq başımıza. O gecələri əhya saxlayacağıq. O Quran ayı ki gəlir, o aydan çox feyz aparasan. O aydan ləzzət apara biləsən. Necə görərsən ki, cavanlar Allah subayları xoşbəxt eləsin. Hazırlaşırlar toya. Allah istəyir bu ay biz də o cür ruhumuzu hazırlayaq. Qarşıda bizim ruhumuzun ucalacağı bir yer, ay gəlir, günlər gəlir, gecələr gəlir. Onu bu aydan yavaş-yavaş deyir, Peyğəmbərə salavat deyə-deyə ruhu hazırır ona. O ki, namazlardan sonra oxuyuruq biz təqibat. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunub. Baxın nə deyir o sözlərdə? Deyir, Əl-Fulkül Cariyə. Bir gəmidir Peyğəmbərin ailəsi. Necə Nuhun gəmisinə minənlər nicat tapdı? Kənarda olanlar qərq oldu, həlak oldu. Hətta Nuhun övladı belə qərq oldu. Dedi, inni asimul cəbəl. Ata, mən bugün dağa sığınacağam. Dedi, oğlum gəmiyə sığın. Dedi, mən bugün dağa sığınacağam. Bilirsiniz o dastanı. Həzrət Peyğəmbər buyurdu, Həzrət Nuh Peyğəmbər buyurdu, la asiməl yavm. Bugün bu gəmidən başqa heç yerdə sığınacaq yoxdur. Əhl-i Beyt bu cürdür. Bugün bunu görürük biz əyani şəkildə. Nə qədər yollar, nə qədər məzhəblər, nə qədər təriqətlər, nə qədər fikirlər, nə qədər ideyalar çıxır gün ərzində. Səhər açılır, axşama qədər gündə biri çıxır, biri deyir mən Peyğəmbərəm, biri deyir mən imamam, biri deyir mən övliyaullaham. Da yollar çoxdur. Allah deyir, yox. Belə bir çətin anda Əhl-i Beytin yanında olmaq, sanki Nuhun gəmisində olmaq kimi. Əl-Fulkil Cariyə fil-lucəcil qamirə. Tufana düşən gəmiyə bənzəyir. Tufandır. Balaca biraz özü boş buraxdın, külək aparır adamı. Hədislərdə var, axirət zamanda insanlar evdən Allah Allah deyəcək, qaydanda Allah zadiyyatdan çıxacaq. Həmin zamandır. Evdən başqa cür çıxır, başqa cür qayıdır. Mənə belə dedilər, fikirlər, sözlər, heç ehtiyac yoxdur kimsə desin. Bugün açır, internetə baxır, hamının cibində dünya gəzdirir. Bir dənə fikrə düşür, görürsən ki,
Allah intihar edir, Allah göstərməsin. Araşdırırlar, bu sap-sağlam insan idi, bu normal insan idi, danışırdı, gülürdü. Buna nə təsir edir? Heç bir şey. Araşdırırlar, bir dənə oyun oynayıb, təsir altına düşübdü, gedib cəmaatı öldürübdü. İntihar eləyibdi. Çox psixoloji məsələlər var. Buyurur, Əhl-i Beytdən möhkəm yapışın bu günlərdə. Əlaqələrinizi bərkidin. Salavat ayəsi, salavat duasını deyin. Nə vaxtıdır? İndə zəval. Zəval nə vaxtıdır? Zöhr azanı verdi əzizimiz. Allah səsinə, ömrünə bərəkət versin. Allah bu azanı dünyamızdan əski eləməsin. Azan vaxtıdır o salavatı deyin. Əl-fulkil cariyə, fil-lücəcil qamirə, yə'mənu mən rəkibəha və yəğrəqu mən tərəkəha. Ona minən o gəmiyə, o Əhl-i Beytə çatan nicat tapıb, əmin-amanlıqdadır. Görərsən bir insan necə çöldən gələr, evə daxil olar, rahat olar ki, çatdım ailəmin yanına, balalarımın yanına. Səfərdən gələnlər bilir. Görsən məqsəd qoyur ki, indi çətindir də, görsən yollarda soruşurlar, sorğulayırlar, ta gedib ta mənzil başına çatanda arxayındır. Buyurur, bir insan ki, Əhl-i Beytin yanına çatıb, qəlbi Əhl-i Beytnəndir, arxayındır. Tufan ona dəyməz. Bu qarışıq küləklər onu yerindən əsdirməz. Əl-mu'min kəl-cəbəlir rasıq. Mömin deyir, dağ kimidir. Möhkəm dağ kimidir. La tuhərrikuhul əvasif. Onu küləklər, fırtınalar, o əsən yellər sirkələməz. Narahat, çünki mömindir. Mömindir, Kəbədən üstündür. Məqam cəhətindən. Möminin qəlbinə dəymə. Kəbəni uçurtmusan. Ona görə mən bəzən qardaşlara demirəm, çalışın biri-birinizlə zarafat da eləyəndə o həddləri aşmayın bəzən görürsən. Elə zarafat eləyir ki, qarşısındakının abırı gedir. Sonra zarafat eləyirmi? Olmaz. O zarafat olmadı. Sən qəlb sındırdın. O qəlbi indi düzəltmək üçün ged illərlə ondan halallıq al. Bəzən halallıq da verir. Amma görürsən içində tam halallıq vermir. Ona görə dua qəbul olmur. Ona görə gedib çata bilmirik. Ona görə namazımızdan ləzzət ala bilmirik. Niyə görə? Çünki halallıq verilməyən sınıq qəlblər var. Bu ay ona görədir ki, o kini küdurəti qəlblərimizdən ataq. Deyibdir, deyib yox. Haqqımla keçirəm. Allah bağışlayıram, sən də bağışla. Bu ayın axırında oxunan dualardan biri budur ki, insan qəlbindəki kini çıxartsın. Ailələrdə, ərlə arvad arasında, qadınla kişi arasında, qardaşlar arasında, dostlar arasında, qohumlar arasında. Bunlar biz yaşayırıq bu şeyləri də. Mən Yupiterdən, Marsdan danışmıram. Bizim bu yaşadığımız real həyat deyə biz bunu görürük. Bunu mən danışmışam da yeri gəldi danışım deyir. Birinin bir çətinliyi var. İşlərində mənəvi düyünü var idi. İmamın yanına gəlir, gedir, alınmır. Məsum imam ona dua öyrədir, alınmır. Əl-qərəz bir müddət keçəndən sonra bunun bu müşkülə həll olur. Gəlir İmam Cəfər Sadiq əleyhissalamın yanına. 6-cı imamımız İmam Cəfər Sadiqə deyir, ağa, müşkülüm həll oldu. Bilmək istəyirəm, hansı dua səbəb oldu ki, mənim bu müşkülüm həll oldu. Zikirlər demişəm, dualar demişəm, gündəlik də biz deyirik. İmam deyir, o duaların heç biri. Heç biri. Deyir, bəs necə oldu mənim bu müşkülüm həll oldu? İmam buyurur ki, sən sonuncu dəfə bizim ziyarətimizə gələndə çoxdandır ki, qapısı döyülməyən bibivin qapısını döydün, onu ziyarət elədin. Bibi ana mislindədir. Dayı var, ata mislindədir. Əmi var, ata mislindədir. Qohumlarla əlaqəni kəs, ömrün qısalır, ruzun azalır. Deyir, hazır ruzu dua. Ruzu duası budur. O sənə dua elədi. Dedi, bu ki, bu yaşımda gəlib məni sevindirdi, mənim qapımı döydü. Allah bunun bütün çətinliyin həll elə. Oradan çıxdın, mələklər sənin duavı müstəcab elədi. Çətinliyin həll oldu.
İndi gör bu ayda sən nə qədər cənnət yarada bilərsən, gözəl şəkildə daxil olarsan. Duaların tərzləri var, vaxtları var. Cəfər Təyyar namazını mən həmişə qıla bilərəm, bəli deyir, amma yaxşıdır ki, cümə günü, gün qalxanda qılasan. Onun ən fəzilətli vaxtı odur. O daha çox təsir edir ruha. Nüdbə duasını həmişə oxumaq olar. Amma deyir, nüdbə duasını cümələr sübh oxuyanda daha çox təsirlidir, effekti çoxdur bizim dinlən deyək. Kumel duası gözəldir. Oxuyasan kumel duasını. Ya səriyər rıza. İrhəm mən rə'su malihər rəca. Ey tez razı olan Allah. Bağışda o kəsi ki, onun ümiddən başqa bir şey yoxdur. Ümiddən başqa bir əməli yoxdur. Bağışda o kəsi Allah. Deyir, amma yaxşıdır onu cümə axşamı gələsən oxuyasan. Vaxtında olunan əməl çox təsir eləyir. Namazı vaxtında qılasan. Cümə günü deyir, gəl cümə namazında iştirak elə. Niyə yığıb Allah bizi bura? Cümənin bərəkəti var. İzə nudiyə lissalati yevmil cümə fəs'au ilə zikrillah. Elə ki cümə azanı verildi, Allah deyir, fəs'au, səy elə, çatdır özü cümə namazının cərgələrinə. Vaxtı var, hər şeyin dönəmi var. Şəban ayda belə bir dönəmdir ki, biz Peyğəmbərlə öz aramızda olan Ali Peyğəmbərlə əlaqəmizi düzəltək. Onların məhəbbəti qəlbimizdə də olsun. Yədəbu fi siyamihi və qiyami. Peyğəmbər bu ay neynir? Necə beşikdə balalar laylay çalırsan, yatır Peyğəmbər oruc halda, ibadət halında, eşq laylayındadır. Bütün imamlarımız bu zikir, bu duaları, bu salavatları oxuyublar. Hədislərdə var, elə ki Şəban ayı gəldi, yataqlarını yığıb kənara qoyardılar, ibadət səccadələrində dualarını keçirdilər, mürgüləri də orada olardı. Görən ki, biraz yorulardı elə o halda. Allah mələklərinə deyir, baxın mənim bəndəmə. Şəbanın bu cür keçirdir, gör Ramazan ayı necə olacaq. Bunlar mə'dənul ilm, bunlar elmin mədənidir, köküdür, cövhəridir. İmamlar heç bir yerdən elm almayıblar. İlahi elm onların qəlblərində hakim olubdur. Müxtəlif elmlərə sahib olublar. Müxtəlif dillərdə danışıblar. İmam Həsən Əskəri əleyhissalamın İmam Zaman ağanın mövludu keçdi. Həyat yoldaşı Nərcis xatun Rum imperatorunun qızıdır. İmam Həsən Əskəri ona Rum dilində məktub yazır hələ o zaman. Bu ilahi bir hikmət də Allah o əhl-i beytə verib. Çox ibadətlər var bu Şəban ayının axır günlərini fürsət bilək eləyək bu ibadətləri. Salavatlardan çoxaldaq, əstəğfirullah və əsəl deyilib bunlar və əsəluhu tövbə bu zikirlərdən deyək. Əstəğfirullah min cəmiə zunub vəl asam bu zikirlər var. Məfatül Cinanda Allah rəhmət eləsin Şeyx Abbas Qumi çoxsunu yazıb qeyd edib bizə buraxıb, biz oxuyaq. Amma deyir, ən üstün işlərdən biri də budur, ibadətdən də üstün, insanlara xidmət eləyək bu ay. İnsanlara xidmət. Birinin bir hacətin yerinə yetirək. Birinin bir müşkülünü həll eləyək, sədəqə verək, imkan qədər. İmkan qədər. Adam var 10 manatı var, 1 manatından verə bilirsə versin. Adam var, çoxu var, çoxdan verir. O kasıb balaca sədəqəsi həmin o varlının çox sədəqəsi mislindədir. Bu ay çox təkid olunub ki, imkan qədər sədəqələrə yer ayırın. Sədəqə hədisdə var, Quran buyurur, Allaha verilən borcdur. Allaha borc ver, gör nə qədər qaytarar. Allah əmanəti saxlayar. O çətin günümüz gələcək qiyamətdə Allahın huzuruna, Allah deyəcək, sənin yadından çıxdı, amma mən onu heç unutmamışam. Filan gün heç kəs bilmədi, sən bir qəlbi sevindirdin. Bir Allah bildi, bir də mən. İndi çətin anındı buyur. Bir sümbül olacaq.
Bir sirab su olacaq bizim o susuzluq məhşərində dadımıza çatacaq. Bu ayın əməllərindəndir bu sözlər. İstiğfar bu aydadır. Allaha tövbələr eləyək. Bağışlanmaq istəyək. Allah bizim keçmiş xətalarımız, günahlarımız, gizlin aşkar günahlarımızı bağışlar. Yəd'əbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamihi buxan ləkə ilə ikrami. Peyğəmbər bu ayı bu cür ibadət edir. Allah istəyir biz bu aylarda özümüz üçün bir mədəniyyət əldə eləyək. İslam bizə mədəniyyət öyrədir. Görsən, gedir, gəlir qərb ölkəsindən, 2 kəlmə ingiliscə danışır, 2 kəlmə bizim dilimizdə, 2 kəlmə rus dilində başlayır. Cəmaat da deyir ki, maşallah, nə yaxşı bu, elmli, savadlıdır, ingilis dilində danışır. Oranın mədəniyyətini təbliğ edir, hamı ona heyrandır. İslamın mədəniyyəti qalıb kənarda, 2 kəlmə sözlərə biz heyran oluruq. Gördün, deyir, necə yemək yiyirdi. Qaşığı filan əlində da bunu görürük. O mədəniyyəti bizə təlqin eləyirlər. Biz öz mədəniyyətimizi unutmuşuq. İslam deyir, yeməyin bir mədəniyyəti var. Süfrəyə əyləşəndə bismillah deyir. Əllərvi yu, sağ əllə yi. Allahın adını çək, yiyib bitirdin, əlhəmdülillah deyir. 30 neçə dənə şərt sayır yeməyə. Yatmağın bir mədəniyyəti var, övlad tərbiyəsini. Saysaq bitməz, bu mövzular genişdir. Bütün bu mədəniyyətlər kənara çəkilib, bir nəfər bizə o qərbin mədəniyyətindən nəsə deyib, bizə bunu şişirdiblər, göstəriblər, biz də düşmüşük bunun, heyran olmuşuq. Gecə gündüzdə deyirik ki, o qərbidə belədir. Amma elə deyil. Biz öz mədəniyyətimizin içində unudulmuşuq və öz mədəniyyətimizi unutmuşuq, bir xəbəri. Deyəcəyəm, sözümü yavaş-yavaş yekunlaşdıracağam. Dəstəmaz ayininin, dəstəmaz alırıq da biz. Onun zikirləri var. Allahümmə bəyyiz vəçi. Allah üzümü nuranı elə, çeşmələr qiyamət günü qaralan zaman. Bunu nə qədər eləyirik? Hansı birimiz əməl eləyirik? Amma baxırıq ki, qərbdə deyirlər ki, üzü yaxşı olar ki, nəm parça ilə. Bizim öz mədəniyyətimiz güzgüyə baxanda bu duanı deyir. Həzrət Əli deyir, güzgüyə baxanda bu duanı deyərdi. Deyərdi, ilahi, kəmə həssəntə xəlqi fəhəssin xuluqi. Biz bunu nə vaxt güzgüyə baxanda dedik? Güzgüyə baxanda deyir, Həzrət Əli deyərdi ki, ilahi, mənim üzümü, gözümü bu cür gözəl eləmirsən, saçımı darayıram, ətir vururam, belə gözəl göründüm özümə, xoş gəldi özün özünə. Allah əxlaqımı da gözəlləşdir. İçimdəki ruhum da bu cür gözəl olsun. Üzümü gözəl gördüm. İçimdəki vəziyyət necədir? Bu mədəniyyət bizə yaxın olmalıdır. Adət olmalıdır Şəban ayının zikirləri, duaları. Adət, yəni əxlaqa çevrilməlidir. Mədəniyyətə çevrilməlidir. Şəban ayının orucu, Şəban ayının salavatı. Deyir, inkişaf edirik. Hansı inkişaf? Biri zikir deyir. Görmüşəm. Biri təsbih alıb əlinə istiğfar eləyir. Sübhanallah deyir. Kənarda ona gülürlər. Görmüşəm bəzi insanlar bu geridə qalıb deyir. İndi cəmaat musiqi sözləri öyrənir. Bilmədiyi sözləri öyrənir. Buna inkişaf deyir. İngilis musiqiləridir. Görsən nə yaxşı dəbdir bugün buna qulaq asmaq. Brent bizim dinlən deyək. Biri Allahın adını çəkir, deyir əstəğfirullah. Buna deyir geridə. Bu hansı inkişafıdır? Bilmədiyi sözü öyrənir, danışır. Bəzi elə sözlər işlədir ki, heç özü də xəbəri yoxdur o sözlərin mənası nədir. Ki, özünü yaxşı, mədəni göstərsin. Amma biri Allahın adını çəkir bu Şəban ayında. Deyir, bu geridə qalıb. Kim geridə qalıb? Kimlə müsabiqə eləyirik? Nədən müsabiqə eləyirik? Quran deyir, fəstəbiqu bil xeyrat. Yaxşı işlərdə, xeyir işlərdə müsabiqə eləyin. Yaxşı işlərdə. Bu ayın zikirlərinə diqqət eləyin. Əlhəmdülillah, bu sözlər burada aiddir, burada maşallah elə əməl eləyirik.
biraz da istəyirəm daha da qabağa gedək, daha da şükür Allaha bu Hüseyniyyəmiz, bu Fatiməmiz daha da ibadətdə şövqlənsin, fəzamız nurani olsun. Ailələrimizə bu nurdan aparaq, balalarımız bu nurun içərisində böyüsün. Övladlarımız Şəban ayı, Rəcəb ayı, Ramazan mühitini, mədəniyyətini dərk eləsin. Bu gözəl bir şeydir. Deyir bu ayda Kafirun surəsini bərkit. Çoxdur. Kafirun surəsi. Ya qul ya eyyuhəl kafirun. La a'budu ma ta'budun. Yəni təvhidi bərkit. Qəlbindəki iman mismarların bərkit ki, şək, şübhə, o söz, bu söz sənin qəlbinə təsir eləməsin. Eşidirik, məsələn, filan yerlərdə, filan, məsələn deyək, dükanlarda müəyyən endirimlər var. Aksiyalar var. Camaat cumur. Ay bu malı biraz qiymətindən, dəyərindən aşağı verirlər. Hamı növbədədir. Ay qardaş, nə olub? Filan malı biraz ucuz verirlər. Dava düşür, qırğın düşür. Görmürsünüz də bu iPhone çıxanda da növbənin ucu bucağı görünmür. Da bugün yaşayırıq bu günləri, bu növbələri görürük. Sosial şəbəkələr nə göstərir, biz də onun məhsulundan istifadə edirik. Elə burada da, hər yerdə belədir ki, biraz malın qiyməti düşdü da, Allah deyir sənə cənnəti bu ay endirim eləmişəm, gəl bura. Gəl bu Şəban ayının dualarına. Aksiya yaratmışam sənin üçün. Cənnət ayrı vaxt çətin idi, bu ay asandır. Oruç tutacaqsan, cənnət sənə vacibdir. 1000 il ibadətindən üstündür yazıblar. Bir dənə bu zikridir. Allahın zikrə ehtiyacı var bizə görə. İstəyir biz bir qədər hərəkət eləyək. Bu ayın demək, yekunlaşdırırıq. Əsas 3 əməli var. Biri salavatdır. Çoxlu salavat deyək Peyğəmbər və Ali Peyğəmbərə inşallah. Peyğəmbər və Ali Peyğəmbərin gül camalına bir salavat deyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Biri istiğfardır. Əstəğfirullah Rəbbi və ətubu iləyh. Kamili budur. Əstəğfirullah və əsəluhu təvbə deyə bilərik. Gün ərzində 70 dəfə Peyğəmbər özü istiğfar eləyərdi. O Peyğəmbər ki, Allah deyir, mən səni bağışlamışam. Məqamın göstərib, meyraca aparıb. Dedilər, ya Rəsulallah, sən niyə istiğfar eləyirsən? Dedi, dünyada yaşayıram. Dünya çikli yerdir. Dünyada yaşadığım müddət qəlbim qəsavət bağlamasın deyə mən də əstəğfirullah deyirəm. Peyğəmbər istiğfar eləyir. Liyurana qəlbi, qəlbim pas atmasın. Üçüncü əməl ki, bu aydan, bu söhbətdən biz apardıq, insanlara xidmətdir bu ayda. Çox fəzilətlidir bu əməllərin, heç olmasa bir qədərini eləyək. Ki, hamısı özümüzə qayıdacaq. Hayıfdır və belə bir ayın son günlərində münacat-ı şəbaniyyə, hacılar, əzizlər bilir, onun şərhi var, ustadlar onu günlərlə, aylarla kitablar yazıblar. Münacat-ı şəbaniyyə mənəvi bir məqamları əldə eləmək üçün, o şirinlikləri dadmaq üçün oxunan ən gözəl İmam Əli əleyhissalamdan nəql olunan münacatdır. O münacatdan bir neçə sətir oxuyub, sözü tamamlayıb dua edirəm. Buyurur Həzrət Əli, "Vasma' dua izə da'avtuk." Salavat göndərir Peyğəmbərə və buyurur, "İlahi, mənim duamı eşit, səni çağıran vaxtı." Baxın, nə gözəldir bu ayda. Adam eşq eləyir. "Vasma' nidai izə nadaytuk." Səni çağırdığım zaman, nida elədiyim vaxt məni eşit, İlahi. "Və aqbil aleyyə izə nacaytuk." Sənlə münacat elədiyim vaxt mənə qapılarını aç. "Fəqət hərəbtu iləyk." Duanın ən gözəl, şirin yerlərindən biri budur. "Fəqət hərəbtu iləyk." Hərəbə feili ərəb dilini bilənlər bilir, qorxub qaçmağa deyirlər. Deyir, İlahi, mən səndən qorxub sənə qaçıram. Səndən qorxub sənə qaçıram. Bu çox dualarda keçib, amma bu çox təsirli sözdür.
Yəni Allah səndən başqa heç kimimiz yox. Mən li qeyruk. Səndən başqa kimin var? Əsl həqiqətdə bu səs-küydür. Bu gəldi gedər dünyadır, keçici dünyadır. Qalan sənsən. İmam Hüseyin buyurur, ilahi, səni tapan nə itirib? Səni itirən nə tapıbdır? Dünyası var, amma sən yoxsan, heç nə yoxdur. Qəlbində Allah var, amma bəlkə dünyada heç nə yoxdur, amma hər şey var. Əbu Zər Rəbəzədə idi tək. Amma Allahla idi. Hər şey var idi. Muaviyyənin dünyada hər şey var idi. Allahı yox idi. Bugün adı çəkilir, dayanmadan lənət gəlir. Adını çəkməyə utanır adam. Həzrəti İbrahimi oda atırlar. Tonqal qalayıblar, görənlər bilir, o Şanlıurfada mən gedmişəm, o yeri görmüşəm. O od balıq gölünə çevrilibdi. Közlər balıqlara çevrilib, o haçalar qalıb orada dağın ətəyində. Göyün üzündə Həzrəti İbrahim Cəbrail əleyhissalamla görüşür. Allahın mələyi deyir, İbrahim, ləkəl hacət. İbrahim, oda gedirsən, yanacaqsan, külün göyə sovrulacaq. Bir istəyin var, bir şey istə. Elə bir ölümə gedən anda sən mələk görürsən, gözünə deyir, nə istəyirsən? Həzrəti İbrahimə bax, deyir, istəyim var, amma səndən yox, sənin Rəbbindən. Allah deyir, Cəbrail, çəkil. Bəndən məni istəyir. Bəndən məni istəyir. Qulna, Allah Quranda müdaxilə edir, bu aya gəlir. Qulna, biz oda dedik. Kuni, bərdən və səlamən əla İbrahim. Ey od, gül və gülüstan ol İbrahimə. Gül və gülüstan ol, Həzrəti İbrahim oda düşür. Bəllidir o dastanın davamı, gül və gülüstandadır. Buyurur, Allahla ol, Allah sənin bütün həyatı gül və gülüstana çevirsin. Dünyavı da, ahirəti də abad eləsin. Və bu ay gözəl aydır ki, bu ayın son günlərində Allah axır ay qərar verməsin inşallah. Bu duaları, bu zikirləri, bu münacatları oxuyaq. Həm özümüz bu ayda o sözlərdən tərbiyə alaq, həm də ətrafımızı inşallah bu nura qərq eləyək.